İndi isə sevindirici bir xəbərlə davam edirik. Uzun illərin həsrətindən sonra doğma Qarabağımızda həyatın yenidən canlanmasını, onun dirçəlməsini görmək qürur və fəxr hissi yaşadır. Bu sevincin davamı olaraq bugün dekabrın 24-də ölkə rəhbərimizin doğum günündə Ağdamda olması məni də hər bir Ağdamlı kimi xüsusilə sevindirir. Belə ki, Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılış mərasimində iştirak ediblər. Onlar burada yaradılmış şəraitlə daha yaxından tanış olub, sakinlərlə görüşərək onlarla həmsöhbət olublar. Biz də fürsətdən istifadə edərək ölkə rəhbərimizi doğum günü münasibəti ilə təbrik edir. Ağdamda illərin həsrətindən sonra yenidən yaşayacaq olanlara isə sağ-salamat, firavan ömür arzuluyuruq. Qoy doğma Ağdam bundan sonra sülhün, quruculuğun və daim yaşayan həyatın ünvanına çevrilsin. Tezliklə bizim də bu sevinci yaşamağımız ümidi ilə sağ olun, sağlıqla qalın.